Bu velosiped zolaqları niyə hər zaman boş görsənir? Niyə heç kim sürmür? Bakının velo zolaqlarına çox vaxt baxanda onlar boş görsənir. Bu zolaqlarda sanki it ulayır. Belə çıxır ki, bu zolaqlar lazımsızdır. Gəlin səbəblərə baxaq. Birincisi, bunun başında riyaziyyat durur. Orta statistik rəqəmlərə görə velosiped və skuter avtomobildən 5 dəfə daha az yer tutur. Ona görə küçədə gördüyünüz 1-2 velosiped heç vaxt gözə çarpmır. Tıxacda dayanan avtomobillər isə dərhal diqqət çəkir. Ayrılmış velozolların əsas məqsədi odur ki, onlar adi yoldan ayrılıb və sizə deyir ki, burada velosiped və skuter təhlükəsiz sürə bilərsən. Sənə dayanıqlı alternativ verir. İstifadə et. Gəl də. Digər məsələ isə odur ki, Bakıda velozolaqlar son 2 ildə salınmağa başlanılıb. Cəmi 2 ildə siz bax bu cür Kopenhagendə və yaxud da ki, Amsterdamda olan bir mənzərəni Bakı yollarında gözləyirsinizsə, elə olmayacaq. Velosipedi nəqliyyat vasitəsi kimi qəbul etmək üçün vaxt lazımdır. Təbii ki, Bakıda velozolaqlar ideal deyil. Hərdən natamamdır, heç mərkəzi küçələrin çoxsunda hələ ki mövcud deyil. Hərdən isə sürücülər tərəfindən zəbt olunur. Lakin bugün qısa məsafələr üçün skuter və velosiped şəhər mərkəzində ən sürətli alternativdir. Bu videonu velosiped zolaqlarına qarşı olan dostlarınızla paylaşın ki, bəlkə sizin də düşüncələrin dəyişməsində töhfəniz olar. Urbanistika ilə bağlı digər videoları isə buraxmamaq üçün bu səhifəni izləməyə davam edin.